Allah Resulü buyurur ki, bu dünya ahiretin tarlasıdır. Bu dünyada ne ekəcəksinizsə orada onu biçəcəksiniz. Ona göre Müslüman bak Sevinç Hanım, bu ayenin hükmü yerine getirmelidir. Rabbena atina fi dünya həsənə və fil ahireti həsənə. Evimizin her yerine asaq, kapımızın her yerine asaq, məktəblərimizin girişini asaq. Rabbim mənim, bizim bu dünyamızda gözəl eyin. Yani ey insanlar, bu dünyada güzel yaşayın, qəşəng yaşayın. Pul kazanın, servetiniz olsun, eviniz olsun, güzel giyinin, insanlara güzel hoş söz deyin, ibadetiniz de olsun, namaza da gidin, oruç da tutun, hayırlı bereketi yayın ki ahiretiniz de güzel olsun. Bakın herkes ahiretini bu dünyada kurur. Şiracəttin müəllim, bu profan dediklərimizin inandıkları bir tarix var və bu tarixdə alternativ tarix adlanır. Sevinç Hanım, onlara Bəli. vereceğimiz sual budur ki, dəlil mi? Yox, dəlil bilmirəm. Onların yəni Uydurma o tarix, nəzəriyyəsinə uydurma görə. tarix. Bəli, zaten uydurma hesab olunur. Onların məsələn fərziyyələrinə görə insanları yer üzünə başqa planetdən gələn varlıqlar gətirir Dəlil. və ya biz başqa planetdən gəlmişik, Dəlil də o Marsdan, dəlil. Sübut nədir? bilmirəm. Allah yokturun başka bir adıdır. Əhə. Və sonra biz bu planetə gətirildikdən sonra üstün varlıqlar, həmin o bizi bura gətirən yad planetlilər bizə bir sıra elmləri öyrədiblər. Onlardan biri də məsələn qızıldır, müzi metallarla tanış ediblər və s. Bu bizim Uydurma bir görüşlərimizə bir balaca. Amma məsələ bundadır ki, bu tarix getdikcə